ömürlük, xalqın yaddaşında əbədi yaşayan şəhid polkovnik leytenant Qərib Baxşəliyev. Vətən sadəcə bir torpaq parçası deyil, millətin namusu, qüruru, ana qucağıdır. Azadlıq bir sözlə hər şeydir. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin müqəddəs torpağıdır. Qanımızın axdığı yerdir. Vətən uğrunda düşmənlə qorxmadan vuruşan, canını fəda edən oğullara və qızlara şəhid deyilir. Şəhidlik əslində qəhrəmanın ölümü deyil, uca Allahın dərgahında ölümün qəhrəmanlığıdır. Atalarımızdan bizə miras qalan bu müqəddəs torpaqlara sahib çıxmaq bizim borcumuzdur. Vətənimizin birlik və həmrəyliyinin pozulmaması, digər qüvvələrin ölkəmizə xələl gətirməməsi üçün daim çalışmalıyıq. Keçmişdən bugünə qədər ölkəmizi parçalamaq istəyən bəzi daxili və xarici qüvvələr bizi müxtəlif soyqırımlar, qətliamlar ilə məhv etməyə çalışıblar və indi də çalışırlar. Bu yolda çoxlu canımız, yurdumuzun övladları, qardaş bacılarımız şəhid olmuşdur. Vətən sözü gələndə gözü heç nə görməyən, geridə qoyacağı insanları düşünmədən vətən deyən, haqqı ödənilməyən insanlardır şəhidlər. Ölkəmiz çox sayda müharibələr keçirib və bu müharibələrdə qadın, kişi və uşaqlarımızın çoxu şəhid olaraq müqəddəs və hər şeydən qiymətli olan şəhidlik dərəcəsinə yüksəlmişdir. Qəhrəmanların bəziləri həyat yoldaşlarını, övladlarını, bəziləri isə valideynlərini uşaqsız qoyub, gözlərini əbədi olaraq bu dünyaya yummuşdu. Onların heç birinin borcunu ödəyə bilmərik. Belə unudulmaz olan qəhrəmanlardan biri də Baxşəliyev Qərib İnqilab oğludur. Əslən, Laçın rayonunun Sadınlar kəndindən olan polkovnik leytenant Qərib Baxşəliyev 1977-ci il mayın 22-sində Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi, 3 övladı yadigar qaldı. Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən En saylı hərbi hissəsində motoatıcı tağımın komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına hərbi liseydə davam edib. Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə tağım komandiri, 2002-2010-cu illərdə hərbi liseyin tədris bölüyünün komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloq vəzifəsində xidmət edib. 2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına hərbi liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb tarixini tədris etmişdir. İkinci Vətən müharibəsi başlayan andan döyüşlərə qatılan polkovnik leytenant Qərib Baxşəliyev Qubadlı rayonunun Çərəli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müharibə zamanı erməni hərbiçilərinin mühasirəsinə düşüb, son gülləsinə qədər döyüşüb. Şəhid polkovnik leytenant uzun illər Cəmşid Naxçıvanski adına hərbi liseydə müəllim kimi işləyib. Bir çox hərbiçilərimizin yetişməsində Qərib Baxşəliyevin əməyi olub. O, müəllim işləməmişdən əvvəl də hərbçi kimi fəaliyyət göstərib. 2 il müddətində Tərtərdə düşmənlə üz-üzə xidmət edib. Polkovnik leytenant sentyabrın 27-sində başlayan Vətən müharibəsinə 2 gün sonra ayın 29-unda
qanlı döyüşlərə qoşulmuşdur. Şəhidin yaxınlarının sözlərinə görə o əslən Laçından olduğu üçün daim torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyib. Vətənə olan bu sevgi onu daim irəliləməyə vadar edib. Qərib Baxşaliyevin atası İnqilab Baxşaliyev bildirir ki, oğlu hər dəfə ailəsi ilə əlaqə saxlayanda evlərinə yaxınlaşdığını söyləyirmiş. Şəhidə ağlamaq düzgün deyil, çünki onlar qalibdirlər. Bu yolda qələbə çalıblar. Ona görə də şəhidlər ölməyib, sağdırlar. Həyat yoldaşı ilə sonuncu dəfə noyabrın 2-sində əlaqə saxladığını deyən Gülnarə Baxşaliyeva noyabrın 4-də də Qərib Baxşaliyevin şəhid olması xəbərini alıb. Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyirdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər. Ayın 3-ü onunla əlaqə kəsildi. Sonra isə şəhid olduğunu öyrəndik. Bizə dedilər ki, Zəngilan ərazisində postları yoxlayarkən dumanda yolu azaraq mühasirəyə düşüb, axıra qədər döyüşüb. Sonra da əsir düşməmək üçün son gülləsini özünə vurub. Onu da qeyd edim ki, qəhrəman şəhidimizin atası da dünyasını dəyişib, öz müqəddəs oğlunun ruhuna qovuşub. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Qəhrəman şəhidimiz 44 günlük vətən müharibəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Qərib Baxşaliyev şəhidlik zirvəsinə ucaldıqdan sonra vətən uğrunda igidliyə görə, Füzulinin azad olunmasına görə, Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Müəllif Hamlet Abbasov, Sosial Dövlət naminə İctimai Birliyin Mətbuat Xidmətinin rəhbəri, Həkəri qəzetinin xüsusi müxbiri, Qızıl Qələm media mükafatçısı.